Son dəqiqə məlumatını sizə çatdırırıq. Belə ki, daha bir qrup müğənniyə efir qadağası qoyuldu. Xəbər verdiyimiz kimi bir sıra verilişlərin bağlanması və bəzi müğənnilərə qadağa qoyulmasından sonra Azərbaycanda televiziya efir məkanında ciddi dəyişikliklər baş verib. Efirə daha çox sənət hissəsi və efir etikası ilə seçilən şəxslər dəvət olunur. Bu da Azərbaycan teleməkanına əlavə gözəllik qatmaqla yanaşı, tamaşaçıların zövqünü oxşuyur. Verilişlərdə baş verən dəyişikliklər cəmiyyət tərəfindən təqdir olunur. Əldə etdiyimiz məlumata görə isə baş verən hadisələr fonunda daha bir qrup müğənni və sənət adamına ciddi musiqini təbliğ etmədikləri, efir məsuliyyətinə diqqətsiz yanaşdıqları üçün efir qadağası qoyulub. Həmin şəxslər bunlardır: Vəfa Şərifova, Təranə Qumral, Musa Musayev, Pərvin Abıyeva, Əli Mirəliyev, Aytac Vidadi qızı, Meyxanaçı Samirə, Fərəh Samirə qızı, Ayan Babakişiyeva, Müjgan Ayxan, Aşıq Mübariz, Türkan Vəlizadə, Aytac Tovuzlu, Yaşar Qafanlı, Afaq Aslan, Sevil İskəndərli, Elşən Xəzər, Elit Star Cəmilə, Rəqqasə Aygün, müğənni Luna, Arzu Abdulova, İsrail Məmmədov, Günel Ələkbərova, Səma Abdullayeva, Səbinə Abdullayeva, Firuzə Babayeva, bununla yanaşı Arzuxanım Həsənova, Aygül Səfərova, Niqa Yılmaz və Meydan Əskərov.